İyul adi bir ay değil. Bu ay gökyüzü tamamıyla değişir ve milyonlarla insan bu enerjini hiss eləyəcək. İyul ayı 2026-cı ilin ən hərəkətli aylarından biridir. Oğlaq dolunayının təsirləri hələ davam edərkən insanların həyatında tamamlanmalar və tale yüklü hadisələr aktivdir. Merkuri hələ də Xərçəng bürcündə retro hərəkətdədir. Keçmişdən gələn insanlar, tamamlanmamış mövzular və ailə daxili söhbətlər hələ də gündəmimizdədir. Və nəhayət 2026-cı ilin ən önəmli tranziti Yupiter Şir bürcünə keçid etdi və qarşıdakı bir il ərzində şans, özünü göstərmə, liderlik, sevgi mövzuları bizim gündəmimizdə olacaq. Və bu ay verilən qərarlar heç də təsadüfi olmayacaq. Çünki iyul ayı verilən qərarlar yeni bir dövrün başlanğıcı olacaq. Bəs bu tranzitlər sənin yüksələn bürcünə necə təsir eləyəcək? Bilmək istəyirsənsə, o zaman yüksələn bürcünü şərh bölməsindən qeyd elə.